Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə çox dadlı, ləzzətli 3 qlaq şirniyyatı hazırlayacağım. Bunun üçün mən un götürmüşəm. Onun içərisinə şəkər tozu, vanilin, 1 çimdik duz, yağ əlavə edib umaç hazırlayıram. Üzərindən 2 ədəd yumurtanın sarısını əlavə edirəm. Üzərindən də xama əlavə edib xəmir yoğururam, qoyuram soyucu dincəlməyə. İçlik hazırlayıram. Qoz ləpəsi və fındıq qarışıq götürmüşəm. İçərisinə yumurta əlavə edirəm. Əlbəttə ki, şəkər tozu ilə birlikdə gündələri çəkirəm, yayıram. Düzbucaq formasında yayıram ki, kəsmək rahat olsun və çox qalın formada xəmir alınmasın və içlikdən əlavə edirəm. 3 qulaq formasında bükürəm. Bu şirniyyatın adını həm 3 qulaq deyirlər, həm boğça deyirlər. Siz nə deyirsiniz bilmirəm. Şərhlərdə yazın, siz tərəflərdə bu şirniyyatın adı nədir? Üzərində qoz boyası və yumurta sarısı ilə belə rəngləyirəm və qoyuram bişməyə. Eyni xəmirdən ikinci şirniyyat hazırlayıram. Gördüyünüz kimi yenə içlikdən əlavə edirəm. Fərqli formada kəsdim və hazırladım. Nuş olsun, mütləq hazırlayın. Ağızda dalan möhtəşəm şirniyyat alınır.